Heç elə bir kənd görmüsünüz ki, evinin divarına belə yazılsın. Ey qonaq, buradan keçərsən evə dönməyib getsən Allah səndən bilsin. Yox, əgər məndən narazı getsən Allah məndən bilsin. Burada qonaq Tanrı qonağıdır. Kənd sakinləri qonağını razı salmasa, günahı öz üzərinə götürəcək qədər qonaqpərvərdirlər. Yerin Qulağı kanalı dağların qoynunda yerləşən, qonağın sadəcə qonaq deyil, Tanrı qonağı olduğu kəndlə bağlı məlumatları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanın səssiz, lakin sehirli güşələrindən biri var ki, orada qonaq sadəcə qonaq deyil, Tanrı qonağıdır. Söhbət Naxçıvanın Ordubad rayonunda yerləşən Nəsirvaz kəndindən gedir. Bura Ordubad rayonunun Nəsirvaz kəndidir. Dağların qoynunda yerləşən, səmimiyyət və insanlıqla dolu bir yerdir. Bu kənddə çox maraqlı və düşündürücü bir ənənə var. Kəndin evlərindən birində belə bir yazı yer alır. Ey qonaq, buradan keçərsən evə dönməyib getsən Allah səndən bilsin. Yox, əgər məndən narazı getsən Allah məndən bilsin. Bu sözlər kəndin insanlarına qonağa qarşı nə qədər məsuliyyətlə yanaşdıqlarını göstərir. Onlar üçün qonağın könlü xoş getməzsə, günah özlərindədir. Bu cümlə bir növ kəndin manifestidir. Burada yaşayanlar üçün qonaqpərvərlik yalnız bir adət deyil, inancdır, həyat tərzidir. Nəsirvaz kəndi təbiətin qoynunda, dörd bir tərəfdən dağlarla əhatə olunmuş bir məkandır. Burada hava, saf su, buz kimi soyuq və təmiz, səma isə sonsuz bir mavi üfüqdür. Yaz-yay aylarında bu kənd yaşıl bir cənnəti xatırladır. Payızda isə qızılı yarpaqların rəqsi ilə heyran edir. Kəndin adı ilə bağlı da maraqlı rəvayətlər var. Deyilənə görə, görkəmli Azərbaycan alimi Nəsrəddin Tusi bu ərazidə yaşamış və kəndin adı onunla bağlıdır. Bu isə Nəsirvazın yalnız qonaqpərvərliklə deyil, həm də elmi irsili bağlılığını göstərir. Nəsirvaz Naxçıvanın qədim mədəniyyət ocaqlarından biri olub. Kənddə 5-ci əsrə aid Alban kilsəsi mövcuddur. Kəndin yaxınlığında qayaüstü rəsmlər təsvir olunub. Nəbi yurdu adlanan ərazidə isə qayaüstü təsvirlərlə yanaşı tunc və dəmir dövrlərinə aid maddi mədəniyyət qalıqları və orta əsrlərə aid nümunələr var. Əhalisi təqribən 200 nəfərdir. Burada yaşayan insanlar sadə, təvazökar və zəhmətkeşdir. Əsasən təsərrüfatla məşğul olurlar. Bağçılıq, arıçılıq, maldarlıq kənd təsərrüfatının ayrılmaz hissəsidir. Amma bütün bu işlərin arasında bir şey heç vaxt unudulmur: qonağa xidmət. Evə gələn istənilən insan yerli və ya yad birbaşa süfrəyə dəvət olunur. Əvvəl çay süzülür, sonra kəndin öz məhsullarından hazırlanan yeməklər gətirilir. Kənddə xüsusi bayram günləri, toylar və digər mərasimlər də çox səmimi və bircə keçirilir. Hər kəs bir-birinin yanında, bir-birinin yükünü bölüşmək üçün var. Hələ yay axşamlarında samavar ətrafında aparılan söhbətləri eşitsəydiniz, elə bilərdiniz ki, zaman dayanıb, dünya biraz daha xoşdur. Əgər siz də bir gün yolunuzu Naxçıvana salsanız, mütləq Ordubad rayonuna, oradan da Nəsirvaz kəndinə baş kəsin. Burada sizi yalnız dağlar, bulaqlar və təbiət yox, ürəyi geniş, könlü təmiz insanlar qarşılayacaq. Unutmayın, bu kənddə qonağa dəyər verilməzsə, bunu Tanrı qarşısında borc bilərlər. Bəlkə də elə bu kənd kimi yerlər insanlığın hələ də yaşadığını bizə sübut edir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və yazmağı unutmayın.